Və hum əhlus sünnə vəl cəmaa. Yəni, o vaxt onlar əhlus sünnə vəl cəmaa olur. Fəmən ləm yəxudu anhum. Kim onlardan götürməsə, fəqad dallə və ibtəda'a. Kim onlardan götürməsə, azır və bidətə düşür. Və kullu bid'atin dalalə. Və hər bidət də zəlalətdir. Və dalalətu və əhluhə finnar. Və zəlalət də, onun əhli də hamısı cəhənnəmdədir. Ona görə müəllif burada zəlalət hədisdən götürür. Hədisdən götürür və Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, hər bidət zəlalətdir və hər zəlalət oddur. Bidətin hamısı zəlalətdir. Yaxşı bidət yoxdur. Şəriətdə. Lüğətdə var. Məsələn, maşın bidətdir. Amma yaxşı bidədir. Təyyarə bidədir. Bidət nədir? Yəni, yenilik lüğəti cəhətdən. Lüğəti cəhətdən qorxulu deyil bidət. Hətta şirk. Şirk qorxulu deyil lüğəti cəhətdən. Şirk nədir? Şərik. Ticarəti şərik olmaq, məsələn. Yolda şərik olmaq, məsələn. Şirk lüğəti mənada qorxulu deyil. Lakin şəri mənada qorxuludur. Ən böyük günahdır. Və həmçin bidədə. Lüğəti mənada qorxusu, ona görə Ömər ibn Xattab deyəndə ki, ni'mətul bidə həzi, yenə gözəl deyim, bu bidətdir. Yəni, lüğəvi mənada. Şəri mənada yox. Şəri mənada bidət odur ki, Peyğəmbər, Allah və Rasulü deməyən bir şeyi eləmək və sahabələr deməyən bir şeyi eləmək. Orada bidət, təravih namazı bidət ola bilməz. Ne üçün? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qılmışdı. Sadəcə tərk eləmişdi ki, vacib başa düşməsinlər. Ona görə Ömər onu dedi. Və ona görə bidətin yaxşı bidət yoxdur. Necə bidət əhli bu deyir, belə bu cür ümumi, mücməl rivayətləri gətirirlər. Yaxşı bidət yox, bidət hamısı zəlalətdir. Və şeyx buyurur ki, rahiməhullah, yəni bildirir ki, bidətə düşməyi azmaq səbəblərindən sahabələrin yolundan çıxmaqdır.